Salam yoldaşlar. Bugün motor gətiriblər. Bu elə bil starteri çəkəndə səsini bəlkə eşidirsiniz. Muhtası sınıb. Oradan da görürsünüz ki, o fırlanmalı deyil. Bunun muftanı dəyişəcəyəm və muftanı dəyişmək üçün də plujinin ən asan yolu, muftaya necə qoyulur onu sizə göstərəcəyim. Ən yaxşı asan yolu. Bax, görürsünüz, plujin sınıb. Plujini dəyişəcək. Bu ən asan yol, gördünüz. Buna qoşdu belə. Muftasını dəyişdiyi bunun biraz fikir verirsiniz, qarşıya baxıb reduktora görürsünüz fırlanmır. Bunu indi xodlayaq.